Salam, mən Masterol Tədris Mərkəzinin informatika müəllimi Əliyeva Xəylə. Bugün sizlərlə informatikanın ilkin əsas anlayışları haqqında məlumat alırıq. Gəlin baxaq, dərsimizə keçid edək. Əsas anlayışlar informatika. Ümumiyyətlə, informatika nə deməkdir? İnformatika, informasiya proseslərini öyrənən elmdir. İnformatika iki sözün birləşməsindən yaranıb. İnformasiya və avtomatika sözlərinin birləşməsindən yaranıb. Predmet anlayışı nədir? Predmet anlayışı informasiyadır. İnformatikanın üç əsas tərkib hissəsi var: hardware, brainware və software. Hardware bölməsində deməli biz sizlə aparat cihaz təminatından bəhs edəcəyik. Burada qurğuları öyrənirik. Brainware bölməsində algoritm təminatıdır. Algoritm nə demək olduğunu gələcək dərslərdə daha təfərrüatlı, ətraflı öyrənəcəyik. Software isə proqram təminatıdır. Burada isə proqramlardan bəhs edirik. İnformasiya, verilən və bilik haqqında anlayışa gələk. Deməli, verilən nədir? Verilən kodlaşdırılmış bir informasiyadır. Verilənin mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Kompüterin beyninə daxil olmuş informasiya verilən adlanır. İnformasiya mənası olan veriləndir. Bilik isə anlanmış və mənimsədilmiş informasiyadır. Nümunə çəkin mən sizə. Məsələn, tutalım ki, kompüterimizə 100 nəfərlik deyək ki, siyahı var. Siyahıda şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd olunub vətəndaşların. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriya nömrəsi orada kodlaşdırılmış informasiyadır, yəni veriləndir. Onların ilk baxışda mənasının olub-olmamasının önəmi yoxdur. Bir nəfərin şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin üzərinə klikləyib daxil olanda orada həmin şəxsin şəkli, adı, soyadı və s. haqqında məlumatlar əldə edirik. Bu informasiyadır. İkinci dəfə biz o şəxsə baxanda artıq o şəxsi tanımış oluruq, bizdə artıq biliyə çevrilir. Bu baxımdan deyirik ki, verilən kodlaşdırılmış informasiyadır, mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Ancaq informasiya mənası olan veriləndir, bilik isə qazanılmışdır, yəni anlanmış və mənimsənilmiş bir informasiyadır. Bilik təkrarlanan bu arada. Verilənlərin neçə tipi var? 4 tipi var. Hansılardır? Hesabi tipli verilən var. Hesabi tipli verilənlərdə ancaq rəqəmlərdən istifadə edirlər. Mətn tipli verilənlər var. Mətn tipli verilənlərdə simvollardan istifadə olunur. Simvol dediyimiz, yəni burada hərflər nəzərdə tuturuq. Məntiqi tipli verilənlər var. Məntiqi tipli verilənlərdə məntiqi kəmiyyətlərdən istifadə olunur. Göstərici tipli verilənlər var ki, göstərici tipli verilənlərdə də kompüterdə yaddaş ünvanlarla işləmək üçün nəzərdə tutulur. 4 tip oldu verilənin: hesabi, mətn, məntiqi və göstərici. İnformasiyanın əsas prosesləri. Dedik ki, informatika informasiya proseslərini öyrənən elmdir. 4 proses var, hansılardır? İnformasiyanın toplanması. İnformasiyanın toplanması nə deməkdir? Mənbədən əldə edilən informasiyadır. Saxlanması nədir? Saxlanması informasiyanın yaddaşda və yaxud da ki, daşıyıcıda qorunmasıdır. Emalı nədir? İnformasiyanın dəyişdirilməsi, hesablanması, sistemləşdirilməsi informasiyanın emalına aiddir. Məsələn, mən sizə ingilis dilində deyək ki, bir mətn verirəm. O mətni siz mənə tərcümə edib Azərbaycan dilində verirsinizsə, siz informasiyanı emal edirsiniz. Və yaxud da notu bilən uşağa notları qarşısına qoyuram. Həmin notlara baxıb musiqini səsləndirirsə, informasiyanı emal edir. Ötürülməsi isə informasiyanın rabitə kanalı vasitəsilə göndərilməsidir. 4 prosesi oldu. Hansılar oldu? Toplanması, saxlanması, emalı və ötürülməsi. İnformasiyanın ötürülməsi prosesi necə baş verir? İnformasiyanın mənbəyi olur, bu hardansa yəni çıxmalıdır. Rabitə kanalı vasitəsilə informasiya qəbul edənə gəlib çatır. Gəlin bəzi anlayışlarla, terminlərlə də tanış olaq. İnterfeys nə deməkdir? Interfeys qarşılıqlı əlaqə metodları və vasitələrdir. İnteqrasiya sözündən götürülüb. Yəni, interfeys, inteqrasiya əlaqə deməkdir. İnformasiya daşıyıcısı nədir? Uzun müddətdir qoruyub saxlamağa imkan verən vasitələrdir. Yəni, biz topladığımız informasiyanı qarşıdakı gələcək nəsillərə ötürmək istəyiriksə, bunları daşıyıcı vasitələrdə saxlamalıyıq. Lap qədim zamanlarda informasiyanı daşların, qayaların üzərində çizərək saxlayırdılar. Yazı forması inkişaf edəndən sonra kitaba keçdilər. Yəni, kitabdır, jurnaldır, coğrafi xəritədir, qəzetdir, ondan sonra CD disklərdir, DVD-lərdir, streamer maqnit lentidir, HDD-dir, FTD-dir, ondan sonra hal-hazırda SSD, flash kart. Bunlar hamısı informasiya daşıyıcıları hesab olunur. Bir də burada informasiya texnologiyası nədir? İnformasiyanın alınması və emalda istifadə olunan üsul və vasitələrdir. Qısacası İKT kimi də ifadə edilir. Biologiyadan bilirik ki, duyğu üzvlərimiz 5 dənədir. Hansılardır? Görmə, eşitmə, dad bilmə, iyi bilmə və hiss etmə. İnformatikada bunu belə adlandırırlar: vizual, audio, dad, qoxu və taktil. Vizual informasiya gözlə gördüyümüz informasiyadır. Audio, səs vasitəsilə eşitdiyimiz informasiyadır.
dad, dil vasitəsilə qəbul etdiyimiz informasiyadır. Qoxu, burun vasitəsilə qəbul etdiyimiz informasiyadır. Dəri vasitəsilə qəbul etdiyimiz informasiya isə taktil adlanır. Yəni, bu 5 duyğu üzvü hesabına biz informasiyanı toplayırıq, qəbul edirik. İnformasiyanın xassələri ilə tanış olaq. İnformasiyanın hansı xassələri var? Əsas olanları qeyd etmişəm ki, burada tamlıq xassəsi var, məlumatın tam şəkildə verilməsidir. Bir də dəqiqlik xassəsi məlumatın dəqiq şəkildə verilməsidir. İndi bu iki anlayış bir-birinə oxşuyur deyə bunlara bir nümunə çəkmək istəyirəm. Deməli, məsələn, sinif otağı düşünək və sinif otağında deyək ki, 10 nəfər şagird var, onların da partasının önündə çantalar yerləşir. Məsələn, mən deyirəm ki, sinif otağında partanın üzərində çanta var. Bu necə fikirdir? Bu dəqiq fikirdir. Dəqiqliki var. Ancaq mən desəm ki, birinci partanın üzərində qırmızı rəngdə, filan ölçüdə, filan rəngdə, filan formada çanta var. Yəni, təfərrüatlı, geniş bir məlumat vermiş olsam, həmin informasiya haqqında tam məlumat vermiş oluram. Deməli, o da bu hansı xassəni ifadə edəcək? Tamlıq xassəsini. Yəni, tamlığı dəqiqlikdən fərqləndirən nə oldu? Təfərrüatlı məlumat. Sonra, obyektivlik xassəsi nədir? İnsanların fikrindən asılı olmayan və həqiqəti əks etdirən informasiyadır. Baxın, subyektiv bir fikir də var, subyektiv xassə deyil. Nə deməkdir ümumiyyətlə? Subyektiv bir şəxsin fikridir. Məsələn, mən deyirəm ki, hava çox istidir, nə bileyim, bu çox yaşlıdır, şorba çox duzludur və s. Bu kimi fikirlər şəxsi fikirlərdir. İnsandan insana dəyişir. Ona görə biz bunu subyektiv fikir kimi qəbul edirik. Amma obyektiv fikir nədir? Məsələn, mən 6-cı sinifə gedən uşağı göstərib deyirəm ki, bu uşağın 12 yaşı var. Bəli, bunu mən də deyirəm, valideynlər də deyir, müəllimlər də deyir, təsdiqləyir, şəxsiyyət vəsiqəsi də təsdiqləyir. Demək ki, bu nədir? Obyektiv fikirdir. Hamı tərəfindən qəbul edilən fikir obyektiv oldu. Sonra, aktuallıq və təzəllik xassəsi nədir? Təzəllik yeni çıxan informasiyadır. Aktuallıq isə cari zamana, cari bu arada nə deməkdir? İndiki hal-hazırda deməkdir. Cari zamana uyğun olan informasiyadır. Yəni, deyək ki, yeni bir informasiya çıxdı və bu 3 gün, 5 gün, 10 gün gündəmdə qaldı. Hər kəs onu müzakirə elədi. Bu, aktuallığa çevrildi artıq. Yeni çıxdı, 5 gün, 10 gün gündəmdədir, hər kəs müzakirə edirsə, bu aktual informasiya oldu və bir müddətdən sonra aktuallıq da, təzəllik də köhnələ bilir. Sonra, faydalılıq nədir? Faydalılıq istifadəçi üçün lazımlı olan informasiyadır. Məsələn, mən burada hal-hazırda sizə informasiya verirəm və bu informasiya sizin üçün faydalıdır. Niyə? Çünki sabahları siz imtahanda bu informasiyadan istifadə edəcəksiniz. Sonra, anlaşıqlıq xassəsi bəzi mənbələrdə aydınlıq kimi də təsvir edilir. Məlumatın aydın və başa düşülən dildə təqdim olunmasıdır. Məsələn, sizin bilmədiyiniz bir dildə mən burada informasiya versəm, hal-hazırda anlaşıqlıq, aydınlıq xassəsini pozmuş olaram. Yəni, təqdim olunan informasiya başa düşülən dildə olmalıdır. Sonra, etibarlılıq nədir? Etibarlılıq həqiqəti əks etdirən informasiyadır. İndi deyəcəksiniz ki, etibarlılıqda da, obyektivlikdə də hər ikisində həqiqəti əks etdirən sözü var. Mən bunları bir-birindən necə fərqləndirim? Baxın, etibarlılıqda bir fikir, bir yox, bir neçə mənbə ilə üst-üstə düşürsə, bu etibarlıdır artıq. Məsələn, mən bayaqlar dedim ki, 6-cı sinifə gedən uşağın 12 yaşı var. Bu, bir neçə mənbəsi yoxdur da, yəni bunun mənbəsi valideynlərdir, şəxsiyyət vəsiqəsidir, müəllimidir. Amma mən deyirəm ki, kvadratın 4 tərəfi bir-birinə bərabərdir və yaxud da ki, düzbucaqlı, üçbucaqda Pifaqor teoremindən istifadə olunur. Bunu tək mən demirəm. Mənbələri araşdırsaq, Wikipediyanı, başqa kitabları və s. görərək ki, hamısında fikirlər üst-üstə düşür. Bir neçə mənbə ilə fikirlər üst-üstə düşürsə, bu etibarlıdır. Bu baxımdan da etibarlılığı obyektivlik. Bir mənbədirsə də obyektivlikdir. Bu şəkildə fərqləndiririk. Adekvatlıq nə deməkdir? Adekvatlıq informasiyanın məqsəd və vəzifələrə nə dərəcədə uyğun olma qabiliyyətidir. Məsələn, sizin qarşınıza qoyduğunuz məqsəd nədir? Magistra daxil olmaq. Magistra daxil olmaq üçün hansı fənlərdən hazırlaşırsınız? İnformatika, məntiq və xarici dil. Yəni, burada siz coğrafiyadan, tarixdən və yaxud da başqa bir fəndən hazırlaşmısınız. Niyə? Çünki sizin məqsədinizə xidmət eləmir. Sizin məqsədinizə xidmət eləyən informasiya adekvat informasiya hesab olunur. Qiymətlilik xassəsi var, istifadəçi üçün lazımlı olan informasiyadır. Axtarılan informasiyanın istifadəçi üçün lazımlı olması. Bunu faydalılıqla qarışdıra bilərsiniz. Faydalılıqda istifadəçiyə lazım olan informasiyadır. Qiymətlilikdə axtarılan informasiyanın istifadəçi üçün lazımlı olması. Necə? Məsələn, mən şagirdimə deyək ki, esse verirəm yazsın. Şagirdim o esseni yazmaq üçün müxtəlif mənbələrə müraciət edirsə, araşdırmalar aparırsa, kitablardan, nə bilim, laboratoriya işlərindən istifadə edirsə, demək ki, o esse şagird üçün qiymətlidir.
Ona görə deyirik ki, axtarılan informasiyanın istifadəçi üçün lazımlı olması qiymətli xassəsini ifadə edir. Xassələrimiz hansılar oldu? Təkrar edək. İnformasiyanın xassələri deməli tamlıq, dəqiqlik, obyektivlik, aktuallıq, təzəlilik, faydalılıq, anlaşıqlıq, etibarlılıq, adekvatlıq və qiymətlilik olur. İnformasiyanın formaları. Deməli, proseslərini dedik, xassələrini dedik, duyğu üzvlərinə görə təqdim olunan növlərini dedik, indi də formalarını deyirik. Forma 2 dənədir, hansılardır? Biri analog, digəri rəqəmsal. Analog informasiya toxunarkən hiss etdiyimiz informasiyadır. Rəqəmsal informasiya kodlaşdırılmış informasiyadır. Baxın, canlı şəkildə gördüyün, toxunduğun, hiss elədiyin informasiya analog informasiyadır. İkinci adı nədir? Kəsilməz. Məsələn, çöldə yağışın yağması analog informasiyadır. Niyə? Çünki biz onu görürük, toxunuruq, hiss edirik və qarşısını ala bilmirik. Yəni, təbii fəlakətlərin qarşısını ala bilmirik deyə bu kəsilməz informasiyadır. Keçirəm rəqəmsal. Rəqəmsal informasiya kodlaşdırılmış informasiyadır. Yəni, kompüterin beyninə daxil olmuş informasiya kodlaşdırılmış informasiyadır. Bunun ikinci adı digital, kəsilən və diskret gedir. Niyə kəsilən gedir? Ona görə ki, rəqəmsal ümumiyyətlə informasiya etibarlı informasiya deyil. Biz onu nə vaxtsa itirə bilərik. Ola bilər kompüterimizə virus düşsün, məlumatlarımız tam şəkildə silinsin. Bu baxımdan deyirik ki, rəqəmsal informasiya kəsilən informasiyadır. Deməli, iki forma oldu. Hansılar oldu? Analog və rəqəmsal. İnformasiya bəs yaxşı bizə necə təqdim olunur? Təqdim olunma növləri hansılardır? İnformasiya bizə mətn şəklində təqdim oluna bilər. Daha sonra deməli, qrafik şəkildə təqdim oluna bilər. Qrafik şəkil, sxem, cədvəl deməkdir. Məsələn, yol nişanları bizə qrafik şəkildə təqdim olunur. Nə bilim, metronun sxemi qrafik şəkildə, sizin cədvəlləriniz qrafik şəkildə təqdim olunan informasiyadır. Multimedia nədir? Multimedia qarışıqdır. Məsələn üçün, nəyə misal göstərə bilərik? Filmi misal göstərə bilərik. Ədədi informasiya. Ədədi informasiyanı günlük həyatımızda daha çox istifadə edirik. Məsələn, aldı-satqı ilə də pullarla oynayırıq. Ondan sonra, nə bilim, maşın sürüsüzsə, maşında spidiometrin göstəricisi, hava durumundan maraqlanırıq. Məsələn, bugün neçə dərəcə isti var və yaxud da soyuq var. Yəni, bu nədir? Ədədi tipli informasiyadır. Məntiqi tipli informasiyada məntiqi kəmiyyətlərdən istifadə olunur. Radio dalğalar şəklində təqdim oluna bilər, audio şəklində təqdim oluna bilər, audio səsdir. Ondan sonra video şəklində təqdim oluna bilər. Videoda sadəcə görüntüdür, multimedia ilə qarışdırmayaq. Multimedia da qarışıqdır, amma video da sadəcə görüntüdür. Bir də kombinasiyalı şəkildə təqdim oluna bilər. Ümumiyyətlə, kod və kodlaşdırma nədir? Bu terminlərlə də tanış olaq. Kod informasiyanı təqdim etmək üçün istifadə olunan şərti işarələr sistemidir. Kodlaşdırma isə informasiyanın hər hansı kodda göstərilməsidir. Həmin o kodda göstərilmiş informasiyanın mənasını çözürüksə, biz o informasiyanı dekodlaşdırmış oluruq. Məsəl üçün, yol nişanları da bizə kodlaşdırılmış bir informasiyadır. Biz o yol nişanlarına baxıb ona uyğun şəkildə avtomobili idarə ediriksə, həmin informasiyanı dekodlaşdırırıq. Bir növ emal edirik. Yəni, gəldik əsas məsələyə. Əsas məsələ burada ölçü vahidləri, bit, byte, bunlar nədir? Gəlin bilirik, fizika ilə inteqrasiya eləmək istəyirəm. Fizikada bilirsiniz ki, əsas vahidlər sistemi var. Bu əsas vahidlər sistemini ümumiyyətlə niyə yaradıblar? Yəni, hesablamalarda daha asan rəqəmlərlə işləyək deyə beynəlxalq sistemlər vahidi yaradıblar. Bu vahidlərdən məsəl üçün uzunluq, fiziki bir kəmiyyətdə uzunluğun ölçü vahidləri hansılardır? Metr, santimetr, kilometr, desimetr və s. Zamanın özü fiziki kəmiyyətdə zamanın ölçü vahidləri saniyə, dəqiqə, il, əsr, sutka və s.dir. Kütlənin özü fiziki kəmiyyətdə ölçü vahidləri kiloqram, ton, qram, sentner və s.dir. İnformasiyanı da bir fiziki kəmiyyət kimi düşünək. İnformasiyanın da ölçü vahidləri var. Bit, byte, kilobayt, megabayt və s. Amma hesablamalarda asan olsun deyə beynəlxalq sistemlər vahidində uzunluğun əsas ölçü vahidi kimi metri qəbul edirlər. Kütlənin əsas ölçü vahidi kimi kiloqramı qəbul edirlər. Zamanın əsas ölçü vahidi kimi saniyəni qəbul edirlər. İnformasiyanın da əsas ölçü vahidi hesablamalarda asanlıq olsun deyə byte qəbul edirlər. Byte informasiyanın əsas ölçü vahididir. Amma byte'dan kiçik vahidimiz də var, böyük vahidlərimiz də var. Bunlar hansılardır? Byte'dan kiçik vahidimiz bitdir. Bit ümumiyyətlə nə deməkdir? Kompüterdə bütün verilənlər, yəni şəkillərimiz, sənədlərimiz, videolarımız hamısı ikili say sistemindən kodlaşdırılır. 0 və 1. Kompüterin tanıdığı rəqəmlər hansılardır? 0 və 1-dir. 0-ın adı ingilis dilində false, 1-in adı ingilis dilində true gedir. İngilislər bu 0, 1, 2-li rəqəmi belə adlandırırlar. Binary, ikili rəqəm. Qısacası bunu belə ifadə edirlər, bit deyən. Bit nə oldu? Bit informasiyanın
ən kiçik ölçü vahidi oldu. Elementar ölçü vahidi oldu. Bölünməz ölçü vahidi oldu. Yəni bundan kiçik yoxdur. Əsas ölçü vahidi nə oldu? Bəs vahiddir. Bit özü nədən ibarətdir? 2 rəqəmdən, hansı rəqəmlərdən? 0 və 1. Burada da qeyd eləmişəm onsuz da. Deməli 0-ın ikinci adı false, birin adı isə true gedir. Və 8 dənə 0-1 ardıcılığına isə 1 byte adı verilir. Yəni 1 baytımız nəyə bərabərdir? 8 bitə. Necə ki, riyaziyyatda 1 kilometri ölçüblər ki, 1000 metrdir. Bu bir qaydadır. Burada da informatikada da informasiyanı ölçüblər ki, 1 baytımız nəyə bərabərdir? 8 bitə. Burada nə öyrənmiş olduq sizlə? İnformasiyanın əsas ölçü vahidi nə oldu? Bayt. Ən kiçik ölçü vahidi nə oldu? Bit. 1 baytımız nəyə bərabər oldu? 8 bitə bərabər oldu. İndi bu keçid qaydalarıyla tanışılıb. Başqa vahidlərimiz varmı? Təbii ki, var. Yəni baytdan böyük vahidlərimiz də var. İnformasiyanın digər ölçü vahidləri bunlardır. Hansı ki, 1 baytımız dedik ki, 8 bitdir, 2/3 bit kimi göstərirlər. 1 kilobaytımız 2/10 baytdır. 1 megabaytımız 2/20 baytdır. 1 gigabaytımız 2/30 baytdır. Bu cədvəli ümumiyyətlə əzbər öyrənmək lazımdır. 1 terabaytımız 2/40 baytdır, 1 petabaytımız 2/50 baytdır, 1 etabaytımız 2/60, 1 zetabaytımız 2/70 və 1 yottabaytımız 2/80 baytdan ibarətdir. Bunlar arasında keçidlərə gəlin baxaq. Burada qeyd eləmişəm ki, kiçikdən böyüyə keçəndə bölmə prinsipindən istifadə olunur. Sadəcə bitlə bayt arasında 2/3 fərq olduğuna görə 2/3-ə, digərləri arasında 2/10 fərq olduğuna görə 1024-ə bölə-bölə gedəcəksiniz. Böyükdən kiçiyə keçəndə isə deməli, burada da vurma qaydasından istifadə edirik. Yenə burada baytla bit arasında 2/3-dür, yerdə qalanlar arasında 2/10 fərqidir. Bunu bir dənə mən inteqrasiya edib başa salmam, bu böyükdən kiçiyə, kiçikdən böyüyə necə keçilir? Baxın, riyaziyyatla əlaqələndirəcəm elə. Riyaziyyatda necə edirik? 1 kilometrimiz az öncə dedik ki, nə deməkdir? 1000 metr deməkdir, düzdür? İndi də öyrəndik ki, 1 baytımız nəyə bərabərdir? İnformatikada 8 bitə bərabərdir. Məsələn, mən burada qeyd edirəm ki, 3 kilometrimiz neçə metrdir? Oradan yəqin deyirsiniz ki, 3000 metr. Necə edirik onu? 3-ü vurursunuz 1000-ə, bərabərdir 3000 metr. Burada neynədir? Baxın, böyük vahiddən kiçik vahidə, kilometrdən metrə keçsiniz. Böyükdən qıraqda yazın. Böyükdən kiçiyə keçəndə biz hansı qaydanı tətbiq elədik? Vurma qaydasını. Bütün sistemlərdə bu şəkildədir. Məsələn, mən burada indi yazıram ki, 3 baytımız neçə bitdir deyə sual versəm, deyəcəksiniz ki, 3-ü vururuq 8-ə, eləyir necə 24 bit. Niyə vurdum? Çünki bayt bitdən böyükdür ona görə. Və 1 baytımız 8 bit olduğuna görə 3-ü 8-ə vurduq 24 bit elədi. Başqa bir misal deyim. Məsəl üçün, mən burada qeyd edirəm 4000 metr, deyirəm neçə kilometrdir. Necə edirik bunu? 4000-i bölürsünüz 1000-ə, o eləyir 4 kilometr. Baxın, metrdən kilometrə gəldiniz. Kiçikdən böyük keçid eləyəndə hansı qaydanı tətbiq eləmiş olduq? Bölmə qaydasını. Bu qaydalar önəmli qaydalardır, yəni bunları bilmək lazımdır. İndi mən burada sizə 64 bit neçə baytdır deyə sual versəm, bitdən baytı kiçikdən böyüyə keçirik və 1 baytımız 8 bit olduğuna görə 64-ü 8-ə bölürəm. Bu da eləyir nə? 8 bayt. Deməli, böyükdən kiçiyə keçəndə vurma, kiçikdən böyüyə keçəndə bölmə qaydasından istifadə edirik. Sadəcə bitlə bayt arasında 2/3 fərq olacaq, amma digərləri, yəni baytla kilobayt arasında, nə bilim, kilobaytla megabayt arasında, megabaytla gigabayt arasında isə 210 fərqindən gələcək. Gəlin misallara baxaq, daha yaxşı başa düşək bunları. Belə bir misalımıza baxaq bunlarla bağlı. Belə bir burada misal var ki, 2048 kilobaytın üstünə 3 megabayt ifadəsinin qiyməti necə olar? Baxın, burada 2048 kilobaytımız, kilobaytdan hara gəlirik? Megabaytla ifadə edək də, megabaytla gəlirik. Kilobaytla megabayt arasında nə qədər fərq var idi? 2/10. Çünki 220 bayt budur, 210 bayt da budur. Kilobayt kiçikdir, megabayt böyükdür. Kiçikdən böyüyə gedəndə hansı qaydanı tətbiq edirdik? Bölmə qaydasını. 2048 kilobaytı onda megabaytı gətirmək istəyirəmsə, 2048-i 210-a, yəni 1024-ə bölürəm. Bu elədi 2 megabayt. Burada da 3 megabayt var zaten. Bu da bərabərdir, toplayanda elədikcə 5 megabayt. Bu misalın cavabı elədi 5 megabayt. Sonra aşağıda belə bir misalımız var ki, 8-də 1 terabaytımız neçə bayta bərabərdir? Ümumiyyətlə, riyaziyyatda məsələn 2 kilometrin özü bir ifadədir də, düzdür? Bunu baxan kimi deyirsiniz ki, 2000 metr məsələn.
Yəni bu 8-də 1 terabaytın özü də 2 kilometr kimi bir ifadədir. Yəni bunu da baytla ifadə etmək istəyirəmsə, 8-də 1-i 2/3-də 1 şəklində yazıram. Vururam, terabaytımız nə qədərdir? 2/40. Bunu da belə vuranda deməli 43-ə böləcəksiniz. 237 bayt verir. Bu da bu şəkildə. Bu misalda buna aid oldu. Sonra belə bir misallarımıza baxaq sizlə ki, burada belə bir misal verilib və bizdən cavabını kilobaytla istəyir. Riyaziyyatla yenə inteqrasiya edirəm. Bax, burada riyaziyyatda 2 kilometr 5 metr nə deməkdir? 2 kilometr 2-ni vurursunuz 1000-ə, üstünə də bax, buradakı 5 metri gəlirsiniz. Bu eləyir neçə? 2005 metr. İndi 5 kilobayt 80 baytda, bunu da bu şəkildə ifadə edəndə, baxın, 5 kilobayt 80 bayt. Bunu da bir ifadədir də, ifadə edək baytla. 5-i vururam, 1 kilobaytımız 1024 baytdır. Yəni bunu da vururuq 1024-ə. Plus, buradakı 80 baytdır. Bərabərdir. 5-i 1024-ə vuranda 5120, üstdən də 80-i gələndə eləyir 5200 bayt. Deməli, bax, bu misal 5200 bayt elədir. Plus, bunun özü baytına verir, buna dəyindik. Yazdıq, minus 1600 bit. Bilirik də, kilometrlə metr toplamaq olmaz, eyni vahidə gətirmək lazımdır. Yəni, burada mən baytla bitdə toplama çıxma eləyənlərə mütləq şəkildə eyni vahidə gətirmək lazımdır. 1600 biti də bayta gətirəndə bitlə bayt arasında 2/3 fərq olduğuna görə 1 baytımız 8 bitdir. Bitdən bayta kiçikdən böyüyə keçirəm, bölmə prinsipindən istifadə edirəm. 1608-ə bölürük, bu da deyik 200 bayt. Bərabərdir. 5200-ün üstündən gəlirsiniz 1144-ü, ondan da 200-ü çıxanda eləyir 6144 bayt. Amma sırazı B variantını götürmək olmaz nəyə görə? Çünki bizdən misalın sonunda nə ilə istəyir? Kilobaytla istəyir. Kilobaytla istəyirsə 6144 baytdan kilobayta gələndə 1 kilobaytımız 210 baytdır. Bunu da bölürük nəyə onda? 1024-ə. Bu da eləyir nə? 6 kilobayt. Cavabımız burada nə olur? A variantı. Yəni, bu misal üçün cavabımız oldu A variantı. Aşağıdakı misalda birbaşa gedə bilərik əslində. 3 terabaytdan gigabayta gəlirəm. Terabaytla gigabayt arasında 210 fərq var. Terabayt gigabaytdan böyükdür. Böyükdən kiçiyə keçəndə vurma qaydasından istifadə edirik. 3-ü vururam 1024-də, bu eləyir 3072 gigabayt plus 221 kilobaytın özü bir ifadədir. Bunu baytla ifadə edəndə 221-i vururam kilobaytın 210-a, eləyir 231 bayt. Baytdan da gigabaytla gələndə 1 gigabaytımız 230 baytdır. Kiçikdən böyüyə keçirik, bölmə prinsipindən istifadə edirik. 230-a bölürəm. 231-i 230-a böləndə 201 eləyir, o da 2 gigabayt deməkdir. Yəni, bax, bu ifadəmiz oldu 2 gigabayt. Plus 4096 megabayt. Megabaytdan gigabayta gəlirəm. Kiçikdən böyüyə gedirəm. Neynəməliyəm? Bölməliyəm. Nəyə bölürük bu arada? Ara fərqi nə qədərdir? 210-dur. Yəni 1024-ə bölürük. 4096-nı 1024-dən bölürəm. Bu eləyir 4 gigabayt. Plus 237 biti də bayta gətirək. 237 biti bayta gətirəndə 203-ə bölürəm. Bu eləyir 234 bayt. Baytdan da gigabayta gələndə 230-a bölürük. 204, bu da eləyir 16 gigabayt. Bunun da üstünə gəldik 16. Bu da bərabərdir. Hesablayaq 16, 4, 20, 22. Bu da elədir, deməli 4, 9, 3094 gigabayt. Bu misalın da cavabı oldu nə? 3094 gigabayt. Məntiqi və ədədi informasiyanın kodlaşdırılması haqqında. Məntiqi tipli informasiyanı kodlaşdıranda iki əməkdən istifadə edirik. True, false, true 1, false 0. Bu bölməklə daha çox biz Excel və Access dərsində məşğul olacaq. Ədəd tipli informasiyaya baxaq. Ədəd tipli informasiyanı kodlaşdıranda kompüterdə həqiqi ədədlər diskret və sonlu təsvir olunur. Bilirsiniz, burada ən çox nəyə demək istəyirəm əslində? 200-n və n demək istəyirəm, çünki bunlara aid misallar daha çox düşür. Məsələlərimizdə, düsturlarımızda var. Ümumiyyətlə, 200-n nədir? Buradakı n nədir bəs? 200-n ifadəsi ədədin deyək ki, özüdür. Məsələn, əlifbada istifadə olunan ümumi simvolların sayıdır.
Rəng isə də rəng çalarıdır. Ümumi rənglərimizin sayıdır. Ümumiliyi bildirən 2 üstü n-dir. 2-nin üstündə duran bax buradakı n isə mən uşaqlara deyirəm ki, bu həmişə bitdir. 2-nin üstündə duran ifadə nədirsə də o həmişə bitdir. Yəni bir informasiyanın həcmini göstərəndir. Məsələn, tutalım ki, mən deyirəm ki, 16 ədədi. 16 ümumi bir ədəddir. Yəni 2 üstü n-imiz neçədir? 16. Mən 16-nın bitini sizdən soruşuramsa, 16 ədədinin bitini, yəni ki, bu yaddaşda neçə bit yer tutur. 16, 2-si 4 deməkdir, n yerində 4 durur. Deməli, 16 ədədinin yaddaşda tutduğu bit neçədir? 4. Və yaxud da deyək ki, 64 ədədi deyirəm. 64 ədədi ümumidir da, yəni 2-si n neçədir? 64 ədədin özü budur. Amma mən 64 ədədinin bitini sizdən soruşuramsa, 64-ü 206 şəklində yazırım. Burada n yerində 6 durur və deyirəm ki, 64 ədədinin yaddaşda tutduğu bit isə 6 bitdir. Bunun tərsini də verə bilər. Məsəl üçün, 3 biti verib sizdən ədədin özünü soruşa bilər, müxtəlif simvolların sayını soruşa bilər, rənglərin sayını soruşa bilər, palitranın çoxluğunu soruşa bilər. Həcmi 3 bitsə də bunu 203 şəklində göstərir, müxtəlifliyini 8-dən göstərir. Və yaxud da ki, tutalım ki, 5 bit verir, ümumi simvolların sayını soruşur və yaxud da ki, rənglər palitra çoxluğunu soruşursa, bunu 205, yəni 32 kimi göstərir. Bəzən elə ifadələr olur ki, onu 200 ifadə kimi göstərmək olmur. Məsələn, tutalım ki, 78 ədədini verib bizdən bunun bitini soruşsa bəs necə eləyirik? Bu kimi ifadələrdə aralığa salıb böyüyünü götürür. Yəni 78 ədədi 206 ilə 64 ilə 207 arasında yerləşirsə, bu yaddaşda 7 bit yer tutur deyəcəksiniz. Yəni ədədi 200 ifadə kimi göstərə bilməyəndə aralığa salıb böyüyünü götürür. Mətn və audio tipli informasiyanın kodlaşdırılmasından danışaq. Əlifbanın kodlaşdırılması, əlifbada olan ümumi simvollarımızın sayı 200 n-dən göstərilir. Buradakı n isə, yəni bunun üstündəki n isə bir simvolu yaddaşda tutduğu yerdir və həcmi də nə iləndir? Bitməndir. Əlifbada olan müxtəlif simvolların sayının hesablanması düsturu. Burada n vurulsun, simvol sayı bərabərdir, həcm bit düsturundan gedirik. Bir də burada audio var. Audio səs informasiyanın kodlaşdırılmasında hansı düsturdan istifadə edirik? Ümumi həcm bərabər olur zaman, t, vurulsun bitlərin sayı, vurulsun səsin keyfiyyəti. Kənar bir yerdə qeyd eləmək istəyirəm ki, səsin keyfiyyəti 2 yerə bölünür. Aşağı tezlikli səslər var, bir də yuxarı tezlikli səslər var. Aşağı tezlikli səslərdə 8 bitlik kartlardan, yüksək tezlikli, burada yüksək yazılır aslında, yüksək tezlikli səslərdə isə 16 bitlik kartlardan istifadə olunur. Aşağıda deməli 5.5 kHz-dən, yüksəkdə isə 44 kHz-dən istifadə olunur. 1 kHz-imiz nəyə bərabərdir? 1 kHz-imiz isə 1000 Hz-ə bərabərdir. Bunlar da nəzərə almaq lazımdır məsələ həllərində. Bəzən mötərizədə özləri verirlər, amma mötərizədə verməyəndə, yəni bu qaydalarda bilmək lazımdır ki, aşağıda 8 bitlik 5.5 kHz-dən istifadə edirik, yüksək tezlikli səslərdə isə 16 bitlik 4 kHz-dən istifadə eləmiş olacaq. Nümunə misallarımıza baxaq. Deyirik gücü 16 olan əlifba ilə yazılmış mətn 20 simvoldan ibarətdir. Bu mətnin həcmini baytdan ifadə edin. Baxın, gücü 16 verir. Yəni 200 n-imiz neçədir? 16. Bu nə deməkdir? 204. Yəni bir simvolumuz nə ilə kodlaşdırılır? 4 bitlə kodlaşdırılır. Əlifbada olan müxtəlif simvolların sayının tapılması düsturu necə edir? Ümumi həcm bitlə bərabər idi. N vurulsun simvola. N neçədir burada? 16, 204 deməli n-imiz 4-dür. Vurulsun. 20 simvoldur. Simvol yerinə 20 yazdıq. Bölürük nəyə? Həcmini baytla ifadə edir. Ümumi aldığımız həcm bitnəndir. Bayta da gəlmək istəyirsə elə burada 8-ə bölək. 2, bu elədir neçə? 10. Deməli, 10 bayt. Burada cavabımız 10 bayt oldu. Sonra gələk başqasına, bu aşağıdakına baxaq. 32 simvoldan ibarət bir mətn 32 simbolu əlifba ilə yazılmışdır. Mətnin həcmini baytdan ifadə edin. Baxın, düstur yenə eynidir. Yəni, n vurulsun simvol bərabərdir. Həcm bit düsturudur. Burada n, deyəcəksiniz ki, burada da simvol var, burada da simvol var. Mən bu simvolun yerinə hansını yazım? Baxın, 32 simvollu əlifba deyirsə, yəni əlifbada olan ümumi simvolların sayından danışır. Bu ikisi n-dir. Neçədir? 32. Amma n-in yerində nə durur? 205. Yəni 5 durur.
N-in yerinə mən 5 yazıram. Simvol, eləcə simvol verirsə, əlifba söhbəti yoxdursa, bu simvolun altından bu 32-yi yazıram. Buradakı simvoldan 32-ni də bu şəkildə yazdım. Həcmi burada bitnəndir, bizdən də byte-dan istəyir. Onda bunu da 8-ə bölürəm. Burada da bundan gedirsək 32-dən 8, 4, 4 dənə də 5-imiz necə eləyir? 20. 20 byte da burada çıxdı cavab. Deməli, birinci misalımızın cavabı elədi 10 byte. İkinci misalımızın cavabı isə elədi 20 byte. Keçək digər audio ilə bağlı olan məsələlərimizə baxaq. Bu birinci sual, səhv eləmirəmsə 2025-ci ildə qəbula düşmüş bir sualdır. Gəlin birinci düsturunu yazım mən. Audionun düsturu necə idi? Ümumi həcmimiz bitlə bərabər idi. Deməli, səsin keyfiyyəti, vurulsun bitlərin sayı, vurulsun T. İndi 256 Hz diskretləşdirilmə tezliyi. Yəni ki, səsin keyfiyyəti necə verir? 256. Bunu yazıram 208. Vuraq. 2 kanallı stereo deyirsə, bir də 2-yə vururuq. 201 kimi göstərək, audio yazılır. Səs yazma zamanı 32 səviyyəli diskretləşdirilmə ilə aparılıbdır. 32 səviyyəli deyirsə ümumi simvollar, yəni 2 N-in 32, bu nə deməkdir? 2 5. N-in yerinə nə durdu? 5. Yəni bitin yerinə mən nə yazıram? 5 yazıram. Vurulsun. Zamanı da 1 dəqiqə 4 saniyə verir. Bunu da saniyə gətirəndə 60 4-ü gəlsiniz, bu deyilir 64 saniyə. Onu da belə yazaq. 2 6. Minimal eyni sayda bitlərlə kodlaşdırılan neysə bizdən kilobaytla həcmini istəyir. Aldığımız həcm bitnəndir. Bitdən bayta gəlmək üçün 2/3-ə bölürük. Kilobayta gətirmək istəyiriksə, bir də bunu 2/10-a bölürük. Bu da bərabərdir. Yəni hesablayaq. Deməli, yuxarı 8, 6, elədi 14, 15, aşağı 13. Bunlar ixtisar getdi. Hamısı. 215-i 213-ə ixtisar aparanda 202, 4, 4-ü də 5-ə vuranda eləyir 20. Burada deməli, bu 205-i nəzərə almaq lazımdır. Əgər mən bura 32 yazsaydım, burada cavab başqa şey çıxardı. Bu mütləq yəni nəzərə alınmalıdır. Cavabımız bu misalda nə oldu? 20 oldu. Bunu götürdük. 20 kilobayt bu arada. Keçək buna baxaq. Burada yenə düsturumuzu yazaq. Ümumi həcm bitlə bərabərdir. Səsin keyfiyyəti vurulsun. Bitlərin sayı vurulsun T zaman. 32 saniyəlik yüksək keyfiyyətli audio deyil və burada mötərizədə qeyd edilib ki 16 bit 44 kHz. Gəlin bu səsin keyfiyyətini yerinə yazaq bunu. Deməli 44 kHz-i, ya burada yazıram mən. 44 kHz-imizi 44 vurulsun. 1 kHz-imiz də 1000 Hz-də, 1000-ə. 16 bitlik kartdan istifadə olunubsa 2/4 yazıram bitin yerinə. Zamanı da orada 32 saniyə verib, onu da 2/5 yazıram. Bölürük. Aldığımız həcm, ümumi həcm bitləndir. Bitdən bayta gətirmək üçün 2/3-ə bölürük. Baxıram ki, cavablarımız da kilobaytlandır. Kilobayta gətirmək istəyirsə 2/10-a bölürük. Deməli, yuxarıda 9, aşağıda 2/13 ixtisara gedəndə aşağıda qalır 2/4, 16. 16 ilə 44 4-ə ixtisara gedəndə 4 bu, 11 bu. 1000 ilə 4-ə aparanda 250. 250 ilə 11-ə vuranda 2750 kilobayt edir. Bunun da cavabı nə oldu? D variantı 2750 kilobayt. Mətn tipli informasiyanın kodlaşdırılması, gəlin bunlar haqqında danışaq. Bunlar da daha çox istifadə olunan misallardır bu bölmədə. Deməli, iki standartdan istifadə edirik. Nədən? ASCII standartından və Unicode standartından istifadə olunacaq. ASCII-də, ASCII əlifbasında 256 simvol və yaxud da ki 208 simvol var və burada bir simvolun 1 baytla kodlaşdırılır. Unicode standartında isə 65536 simvol var, 216. Burada da bir simvolumuz 2 baytla kodlaşdırılır. Ümumiyyətlə, bir simvol nədir? Onu belə qeyd edək informatikada. Yəni, ümumi şəkildə deyirəm ki, informatikada bir simvol deyəndə 1 byte nəzərdə tuturuq, bit yox byte. Bir də bir simvol deyəndə nələr nəzərdə tutulur? Hərf, rəqəm, durğu işarələri, bir də boşluq, probel işarəsi. Bu bir qaydadır, yəni bunu bilmək lazımdır. İndi xüsusi halda Unicode sözü vurgulanarsa nəzərə alınır ki, bir simvolumuz burada 2 byte-dır. Və bir də burada belə bir qaydamız var ki, Unicode əlifbasında kodlaşdırılmış informasiya ASCII-yə keçid edəndə bölücü qaydasından, ASCII-dən Unicode-a keçəndə isə bölücü qaydasından istifadə edirik, amma nə zaman söhbət həcmdən, miqdardan gedərsə.
simvolların sayından getsə dəyişmir. Çünki simvol dediyimiz hərfdir. Məsələn, belə bir ifadə yazıram. Yazıram ki, hava, bir dənə boşluq qoyuram, yazıram istidir. Və sizə çaşdırmaq üçün sual verirəm ki, mən yox, yəni testdə də belə şeyləri görəcəksiniz. Deyirəm ki, bu ifadə ASCII və Unicode əlifbasında neçə simvoldan ibarətdir? Yəni ASCII-də neçə simvoldur, Unicode-da neçə simvoldur? Yəni bir dənə sayaq bunları. 1, 2, 3, 4, 5 boşluq, 6, 7, 8, 9, 10, 11 və 12. Bəzən uşaq çaşır, deyir ASCII-də 12 bayt, Unicode-da 24 baytdır. Baxın, mən sizdən simvolların sayını soruşdum ASCII-də və Unicode-da. ASCII-də və Unicode-da simvolların sayı dəyişmir. Yəni burada ASCII-də də 14 hərfdir, Unicode-da da 14 hərfdir, 14 simvoldur. Ancaq mən sizə sual versəm, desəm ki, ASCII-də neçə baytdır, nə qədərdir və yaxud da Unicode-da neçə baytdır, nə qədərdir sualını versəm, bəli, onda siz deyirsiniz ki, ASCII-də 14 baytdır, Unicode-da isə bunun ikimisli 28 bayt. Niyə? Çünki biz simvolumuz burada 2 baytdır, ona görə. Sonra burada nə var? Burada bir kitabın ümumi həcminin hesablanması düsturu var ki, bir kitabın ümumi həcmini necə tapırıq? Ümumi həcm burada baytla bərabərdir. Səhifələrin sayı, sətirlərin sayı, simvolların sayı. Xüsusi halda desək ki, bu deməli Unicode əlifbasında kodlaşdırılıb, onda bir də burada vuraq 2 yazarsınız məsələlərin həllində. Gəlin bunlara aid məsələlərə baxaq. Deməli, belə bir məsələ var ki, deyir, əgər Unicode ilə yığılmış elektron sənədin hər səhifəsində 16 sətir varsa, hər sətirdə 128 simvol yerləşirsə, onda 80 kilobaytlıq həcmli sənədin neçə səhifəsi olar? Bir kitabın ümumi həcminin tapılması düsturumuz necə idi? Ümumi həcm baytla bərabərdir. Səhifələrin sayı olsun, sətirlərin sayı olsun, simvolların sayı. Əgər məsələnin şərtində Unicode sözünü deyibsə, bir də burada vuraq 2 yazırdıq. İndi səhifənin sayını soruşur, bilmirəm. Səhifənin sayını soruşursa, bura x yazıram. Sətirlərimizin sayını bizə 16 verir. 16-nı sətrin altından 2 üstü 4 şəklində yazıram. Simvol 128 verilib. 128-i burada 2 üstü 7 yazıram. Unicode-daki 2 bərabərdir. Ümumi həcmimiz də burada deməli hardadır? 80 kilobaytda ümumi həcmdir. Onu da belə yazaq. 80 vurulsun 2 üstü 10 şəklində yazdım. Buradan biz x-i tapırıq. X bərabərdir. 7, 4, 11 üstdən 1 gəldik 12. 2 üstü 12 məxrəcə yazıldı. Surətdə isə 80 vuraq 2 üstü 10. Bunlar da ixtisar getdi aşağıda 202, 4, 80 də 4-də böldük. Neçə elədi? 20. Deməli, bu məsələdə cavabımız nə oldu? Neçə səhifədən ibarət oldu? Kitabımız 20 səhifədən ibarət oldu. İkinci bir misala baxaq. Unicode sistemində verilmiş simvolların yaddaşda tutduğu yer. Baxın, simvolların sayını soruşsaydı zaten dəyişməyəcəkdi. Amma yaddaşda tutduğu yeri soruşursa miqdarından danışır. Demək, onda həcmə, yəni bu ikini nəzərə alırıq. Unicode-da bir simvolumuz, bilirsiniz ki, 2 bayt idi. Qaydaya əsasən getsək. 512 simvolu baytla ifadə eləyəndə, 512 simvol 512 baytdır. Sadəcə Unicode-da kodlaşdırılıb deyə 2-yə vuracaqsınız. Bu eləyir 1024 bayt. 1024 bayt cavabımız D-dir burada. Bir də D uyğun gəldi. Başqa necə ifadə eləyə bilərik? Bitlə ifadə eləyəsi olsaq, baytdan bitə gələndə 1024-ü 8-ə vururuq. O da eləyir 8192. Bu rəqəm də burada olduğundan görə deməli, bir də A və D uyğun gəlir. İkinciyə baxaq. 1792 simvol bayt, Unicode əlifbasında 2-yə vururuq onda. Gəlin vuraq, deyil necə eləyir. 2-yə vuranda deməli 4, 18, 1, 14, 15, 3. 3584 bayt. Elə bir cavab yoxdur. Gəlin burada mənim bu gözümə çarpır. 3584 baytı kilobayta gətirəndə 1024-ə bölürsünüz. 1024-ə böləndə bu ifadəni alırsınız. 3.5 kilobayt. Deməli, 2-yə sizə uyğun gəldi. Başqa necə ifadə eləyə bilərəm? Gəlin bitlə də ifadə eləyək. 3584-ü baytdan bitə gələndə 8-ə vururuq. 4, 8, 32, 3, 8, 8, 64, 37, sonu 72 ilə bitən burada yoxlaya bilərsiniz axıra qədər. Vaxtımız getməsin deyə mən deyirəm. Burada cavab B-dir. Deməli, B-yə uyğun gəldi. Baxaq, üçüncüyə 2048 simvolu 2-yə vurursunuz Unicode-a görə. Bu eləyir 4096 bayt. 4096 yoxdur. Bunu da, bu 4096-nı da bitə gətirsək, bunu da 8-ə vuranda 6, 8, 48, son 8-lə bitən də budur.
3-ə də nə uyğun gəldi? Y variantı. Deməli, bu misalda da düzgün cavabımız 1-ə AD, 2-yə BS, 3-ə isə Y oldu. İndi qrafik tipli informasiyanın kodlaşdırılmasından danışaq. Deməli, mətnin kodlaşdırılması, əlifbanın kodlaşdırılması, bunlardan danışdıq. Audionun kodlaşdırılmasından danışdıq. İndi də qrafik tipli informasiyanın kodlaşdırılmasından danışaq. Qrafik şəkil, sxem, cədvəl ekranda əks olunanda eni və uzundan ibarət olduğuna görə bunların düsturunda şaquli və üfüqi nöqtələrdən istifadə olunur. Əsas ana düsturumuz burada budur. Şaquli nöqtələrimizin sayını vururuq üfüqi nöqtələrimizin sayına, vururuq n-ə. N nədir? Burada deyiliyindir və həcmi də bitnəndir. N bir rəngin həcmidir. Bir rəngin nədir? Həcmi. Necə ki, əlifbada n bir simvolun həcmi idi. Burada da n bir rəngin həcmidir. Bir də var 2 üstü n. 2 üstü n isə rənglərin ümumi sayıdır. Yəni palitra çoxluğudur. Rənglərin sayıdır, ümumi sayı. Əlifbada olan məsəl üçün ümumi simvolların sayıdır. Ümumi bir şeyi ifadə edirdi. N isə nə oldu? Bir rəngin həcmi. Əgər məsələmizin şərtində RGB rəng çalarından istifadə olunubsa, yəni RGB sözləri istifadə olunubsa, RGB-də 3 rəngdir, red, green, blue. Ona görə burada deməli şaquli, üfüqi vurulsun, 3 rəngi olduğuna görə 3-ə vurursunuz, ancaq həcmi baytlanır burada. Əgər məsələnin şərtində SMYK sözündən istifadə olunubsa, burada şaquli vurulsun, üfüqi vurulsun, 4 rəngi olduğuna görə siyan, magenta, yellow və black. 4-ə vurursunuz, həcmi nədir? Baytlandır. Əgər məsələnizin şərtində burada kiçik yazılıb, monoxromatik rəng çaları söhbətindən istifadə olunursa, monoxromatik 2 rəngdir, ağ və qara. Onun üstünü belə yazacaqsınız. Şaquli vurulsun, üfüqi vurulsun, monoxromatik dediyinə görə 1, həcmi ancaq burada bitməndir. Hamısı, bax bu düsturların hamısı, bu düsturdan öyrənir. Əsas yəni ana düsturumuz burada. Şaquli vurulsun, üfüqi vurulsun, n həcmi bitdi. RGB deyirsə 3-ə vurursunuz, həcmi baytlandır. SMYK deyirsə 4-ə vurursunuz, həcmi baytlandır. Monoxromatik deyirsə 1-ə vurursunuz, həcmi bitnəndir. Gəlin buna aid misallarımıza baxaq. Deməli, qrafik təsvir deyir ki, 4096 rəng çalarına malikdir. Rəng çalarlarımızın ümumi sayı 4096. Yəni 2 üstü n-imiz nə qədərdir? Rəng çaları ümumidir yəni. 2 üstü n-imiz 4096. Bu da nə deməkdir? 2 üstü 12. N yerində nə durdu? 12. Bir rəngin onda həcmi nə qədərdir? 12 bitdi. Bizə deyir ki, bu 256 dəfə azalarsa, həmin bu rəng çaları 256 dəfə azalarsa, gəlin azalda, 4096-nı bölürsünüz 256-ya. 4096-mız deməli 2 üstü 12-ni bölürsünüz. 256-mız da 2 üstü 8-dir. Üstlər çıxılır, nə qalır bunlar? 2 üstü 4. Deməli, həcmi nəyə gəldi? 12 bitdən 4 bitə gəldi. Neçə dəfə azalma, həcmi necə dəyişdi yəni bunların? 12-dən 4-ə gəldisə, 12-ni də 4-ə bölürəm, 3 dəfə. Deməli, yəni burada cavabımız nə olur? 3 dəfə azaldı həcmi. 3 dəfə azaldı. Bu bunun cavabı. Baxaq ikinci bir misalımıza. İkinci bir misalımızda nə RGB deyir, nə SMYK deyir, nə monoxromatik deyir, heç bir şey yoxdursa bildiyimiz əsas ana düsturumuz hansıydı? Şaquli vurulsun, üfüqi vurulsun, n bərabərdir, həcm bir düsturundan istifadə edir. Burada 512, 256 necə göstərilir? Şaquli üfüqinin yerinə yazıram 2 üstü 9, bıraq 2 üstü 8 vurulsun. N nə idi? Bir rəngin həcmi. Deməli, rənglərin maksimal sayını soruşur, bilmirəm onu, n bərabərdir. Həcmini verib 64 kilobayt. Həcmi yazıb 64 kilobayt. Onu da belə yazıq. 64, 2 üstü 6 kilobaytımız 2 üstü 10 və düsturda həcmimiz bitlə olduğuna görə bir də buraq 2 üstü 3-ü yazır. Bu nəzərə almalıyıq mütləq. Buradan n bərabərdir, deməli bu elədir 19, 2 üstü 19 bölək. Burada 9, 817 bərabərdir. Bunları böləndə 2 üstü 2, yəni 4. 4 aldığımız bir rəngin həcmidir. N bərabərdir 4 bit alırıq burada. Bu bir rəngin həcmidir. Amma bizdən nəyi soruşur? Rənglərin maksimal sayını soruşur. Maksimal sayını soruşuruz, yəni söhbət 2 üstü n-dən gedir. Bu 2 üstü 4, o da nə deməkdir? 16. Deməli, rənglərin maksimal sayı neçə oldu? 16. İkinci misalda da cavabımız 16-dır. Birinci misalda cavabımız 3 dəfə azaldı oldu. İkinci misalda cavabımız 16 oldu. Video və multimedia bunlar haqqında danışaq. Deməli, video təsvir olanda, yəni məsələmizin şərtində əgər video kadrlar söhbəti vurgulanırsa, onda da biz videonun sürəti V vurulsun müəyyən bir zamanda müşahidə edildiyinə görə T
sonra şaquli, üfüqi, bir də en həcmdə nə iləndir? Bitnəndir. Sonra bir də multimedia nə deməkdir? Multimedia artıq son illərdə qəbullara zaten multimedia salırlar. Yəni düzdür, nəzəriyyədən də sual düşə bilər. Amma multimedia yəni düşən suallardandır. Və burada belə deyirsiniz ki, ayrı-ayrı həcmlərini tapırsınız. Hamısını sonra eyni vahidə gətirirsiniz, axırda toplama əməliyyatını icra edirsiniz. Yəni elə də çətin deyil. Multimedia bu aldığımız düsturların hamısından istifadə olunur. Burada sürət düsturu nədir? Bəs sürət düsturunda mən daha çox printer, modem və skaner məsələlərində uşaqlara istifadə etdirirəm. Yəni orada printerin, modemin və skanerin sürətini ölçmək üçün V, verilmiş həcm S, T isə orada istifadə olunan zamandır. Sadəcə nəyi nəzərə almaq lazımdır? Bu birdən onu qeyd edeyim. Yəni sürət varsa da bunu bayt bölünsün saniyədən ifadə eləməlisiniz vahidini. Həcmini baytla ifadə eləməlisiniz. Zamanı isə saniyə ilə ifadə eləməlisiniz ki, düzgün cavab ala biləsiniz. Xüsusi halda bizə S lazımdırsa, S bərabərdir V vurulsun T-dən istifadə edin. Və yaxud da ki, T lazımdırsa, T bərabərdir S bölünsün V düsturuna da gedə bilərsiniz. Amma vahidləri çevirməyə unutmamaq şərti ilə. Bu videoya aid olan bir misalımız necədir? Burada mən bu misalda görürəm ki, video informasiya sözü var. Düsturumuz necə idi? Ümumi həcm bitnə bərabər idi. Videoda V vurulsun zaman T, şaquli, üfüqi, bir də N. Gətirib yerinə qoyub yazıram. Baxın, həcmi 6 megabayt deyir videonun. Ümumi həcmin altından 6 megabaytı 6 vurulsun 2/20 həcm bitlə olduğuna görə bir də buraq 2/3 yazıram. Bərabərdir. V burada 8 kadr bölünsün saniyə sürət deyir. Deməli, V-nin yerində nə durur? 8. V-nin yerində 8-i 2/3 şəklində yazdım. T zaman 16 saniyə verir. 16 saniyənin T-nin yerinə 2/4 yazıram. Şaquli üfüqi nöqtələri 512, 384 verir. Bu qrafda dəyər yazın. Bu arada burada mən 768-də görürəm, elə oradan qruplara ayıracam sizə. Deməli, 768-i yəni rahat ixtisar aparaq deyə qruplara ayırıram. 2-yə bölürsünüz 384, 2-yə böldüm 192, 2-yə böldüm 96, 2-yə böldüm 48, 2'ye böldük 24, 2, 12, 2, 6, 2, 3, 3, 1. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yani bu 768, 3 vurulsun 2/8 deməkdir. 768. 3 vuraq 2/8 oldu. Onda 384'ü necə yazaram? 3 vurulsun 2/7 şəklində yaza bilərəm. Bir də vurulsun, n yoxdur, rəngçalarını soruşur bizdən n. Gəlin bunu hesablayaq. Buradan n bərabərdir, deməli 3 vurulsun 7, 4, 3. Burada 384'ü yazmışıq, amma 512 qaldı. Bu da 2/9 deməkdir. İndi hesablayaq. Deməli, bu elədir 10, 19 və 23. 3 vurulsun 2/23. Yuxarıda da 6 vurulsun 2/23'dür. Bu 23'dən ixtisar getdi, 6 ilə 3 də getdi, 2. 2 aldığımız bir rəngin həcmidir. Nə soruşur bizdən? Rəng çalarını soruşur. Yəni 2/n soruşur. 2/n'imiz 2/2, o da bərabərdir nəyə? 4'ə. Deməli, cavabımız nə oldu bu misal üçün? 4. Ümumi rəng çalarımızın sayı nə qədərdir? 4. Sonra keçək bu misala. Bu misalda 2021-ci ilin qəbul sualıdır. Açıq tipli sualların içində düşmüşdür. Deməli, deyir ki, bu multimedia məsələsidir bu arada. Ayrı-ayrı həcmlərini tapırıq, axırda da eyni vahidə gətirib toplamalıyıq. Elektron nəşr deyir ki, 128 səhifədən ibarətdir. Nəşrimiz nəticədə 128 səhifədir. Bunu deyir, hər bir cüt səhifəsi qrafiklə, yəni şəkillə təsvir olunur. Yerdə qalan bir kitabın yerdə hansı səhifəsi qala bilər? Cüt səhifəsi var, yerdə qalır tək səhifələr. Yerdə qalan səhifə deyirsə, yəni tək səhifələr də nə ilə kodlaşdırılıbdır? Unicode əlifbasında mətn şəklində kodlaşdırılır. Yəni, kitabın elə bir ki, cüt səhifəsi 2, 4, 6, 8 bunlar şəkildir. Kitabın tək səhifələri 1, 3, 5, 7 bunlar da ancaq mətndir. Amma Unicode-da kodlaşdırılmış mətn. Nə edirik? Ayrı-ayrı düsturlarını yazırıq, həcmlərini tapırıq, eyni vahidə gətirib toplayırıq. Deməli, indi burada 128 səhifəlik nəşri tək və cüt səhifə dediyinə görə, mən burada baxın, bunu harada yazaq? Gəlin belə yazaq da. 128 səhifəlik nəşr 2 yerə bölündü. 2 yerə bölünür. Tək və cüt səhifələri. 64 oldu cüt səhifəmiz, 64 da oldu nə? Tək səhifəmiz.
Düstur cüt səhifə qrafiklə kodlaşdırılıbsa, grafikin düsturu necə idi? Şaquli vurulsun, üfüqi vurulsun, ən bərabərdir, həcm bit düsturuydu. Əlifbamızın düsturu necə idi? Ümumi həcm baytla bərabər idi, səhifələrin sayı, sətirlərin sayı, simvolların sayı. Əgər məsələnin şərtində Unicode sözündə deyirsə, bir də vuraq 2 yazırdıq. Gətirin yerləri qoyaq, yazaq. Deməli, Şaquli üfüqi nöqtələri 1024, 768 verib, onu belə yazırıq. 1024-ün 3 üstü 10, 768-i az öncə yazmışdıq, 3 vurulsun 208 deməkdir. 3 vuraq 2 üstü 8 vurulsun. Deməli, rəngi baxın, burada 48 rəng çaları verildi. Ümumi rəngimiz 2 üstü enimiz 48-dir. Amma biz bura enin yerinə 48-i yazanmalıyıq. Bir rəngin həcmini yazmalıyıq. 48-i 2 üstü ifadə kimi göstərə bilməyəndə bunu neyinirdik? Bunu, deməli, aralığa salmalısınız. Yəni 48, 2 üstü 5 ilə, 32 ilə, 2 üstü 6 arasında yerləşir və böyüyünü götürəcəksiniz həmişə. Bir simvolu 6 bit yaddaşda yer tutur. Deməli, eni yerdən yazıram mən burada 6. Unutmuruq nəyi? Bu həcm bir səhifədə deyil, 64 cüt səhifədə olduğuna görə bir də vuraq 2 üstü 6 yazıram. Bölürəm bunu. Nəyə bölürəm? Həcmi bitlə olduğuna görə bitdən bayta gətirmək üçün 2 üstü 3-ə. Bir də megabaytla istəyirsə, bir də 2 üstü 20-yə bölməliyik. Burada gəldik ixtisarlarımızı aparaq. Deməli, 18, yuxarıda deməli 24, 18 vurulsun. 2 üstü 24-dür, bölüsünüz aşağıda 2 üstü 23-ə. 24 ilə 23 getdi, yuxarıda qaldı bir dənə 2, 18-də 2-yə vurduq. Oxşu buranın cavabı elədi, bax, bilsən cavabı elədi, 36 megabayt. Keçək bura baxaq. Burada da deməli, səhifələrin sayını artıq özümüz tapmışıq, misalda verməyibdir, yəni biz özümüz tapdıq. Yerdə qalan səhifə deyil, yerdə qalan səhifələr 64 tək səhifədir. 2 üstü 6 yazıram. Sətrimizin sayı 64-dür, 2 üstü 6 yazıram. Simvolu 128 verib 2 üstü 7 yazıram. Unicode da dediyinə görə 2. Həcmi baytla da deyil, sadəcə olaraq megabayta gətirəndə 2 üstü eləcə 20-yə bölürəm. Yuxarı eləyib 2 üstü 20, aşağı eləyib 2 üstü 20, 2 üstü 20, 2 üstü 20-yə böləndə 1 megabayt da bunun həzm eləmiş olduk. Bir kitab olduğuna görə, yəni multimedia məsələsidir burada. Deməli, bir kitabın həzmində 36 megabaytla 1 megabaytı da toplayırıq. Bu da bizə verir 37 megabayt cavabını. Açıq tipli suala düşmüşdü bu. Burada cavabımız nə oldu? 37 megabayt. Digər bir multimedia məsələlərindən. Deməli, 71 səhifədən ibarət olan informasiyanın ilk 3 və son 4 səhifəsi qrafiklə kodlaşdırılır. Yəni şəkildir. Yerdə qalan səhifələri digər səhifələr. Yerdə neçə səhifə qalır? 71-in ilk 3 və 4 səhifəsi şəkildirsə, yəni ümumilikdə bu elədir 3 və 4, 7. Yerdə də 71-dən çıxırsınız 7-ni, bu eləyir 64 səhifə. Yerdə qalan səhifəmiz 64-dür, 64 səhifədə mətnlə kodlaşdırılır. Nə eləməliyik? Düsturlarını yazıb, ayrı-ayrı həcmlərini tapıb, eyni vahidi gətirib toplamalıyıq. Düsturu yazıram. Deməli, RGB deyil bu arada. Baxın, burada RGB var. RGB varsa, şaquli vurulsun, üfüqi vurulsun, RGB dediyinə görə 3 həcm nə ilə idi? Byte ilə idi. Aha. Deməli, şaquli üfüqi nöqtələrimiz 128-128-i yazırıq bilə. 2 üstü 7 vurulsun, 2 üstü 7 vurulsun, 3. Bölünsün. Bir də bundan neçə səhifədədir? 7 səhifədədir. Düzdür? Bir də vuraq 7 yazırıq. Bölürük. Həcmini kilobaytla istəyir. Birbaşa elə 2 üstü 10-a. Çünki burada həcm baytlandır. Bu da bərabərdir. Yuxarı eləyir deməli 14, aşağı 10. Bunlar ixtisar gedəndə yuxarıda 2 üstü 4, 16. 16-nın 3'ü 48, 48'də 7 yazılanda 7, 8, 56, 5. 20 deməli 8'in üstünə 5 gəldi 30. 330 deməli neçələrdir? 6 kilobayt. Bu bunun cavabı. Keçirik digər bu mətnə. Mətndə Unicode demir, ASCII deyir. Ona görə düsturumuz belədir ki, ümumi həcm baytla bərabərdir. Səhifələrin sayı olsun, sətr olsun, simvol. ASCII dediyinə görə heç nə eləmirik. Amma Unicode desəydi, vuraq 2 yazardıq. Səhifələrin sayını özümüz tapmışıq. Necə tapdıq? 71-dən 7-də çıxdıq, 64 səhifə. Səhifənin yerini yazıram 2 üstü 6.
Sətr 32-dir, yazıram 205. Simvol burada deməli 64-dür. Bunu da yazırıq 206 bölünsün. Bunun da həcmi baytlandır. Kilobayt cədvəlində sadəcə olaraq 210-a bölürük. 6 deməli 12, yuxarıda 5, 17, 10-dan 7, 207, 128 kilobaytda bu elədir. Və bir kitabda olduğuna görə 336 ilə də deməli 128 ilə toplayırıq. 4, 5, deməli 6, 4. Cavabımız nə oldu bu misalda? 464 kilobayt kitabımızın ümumi həcmi. Aldığımız cavab 464 kilobayt oldu bu misal üçün. Keçək ikinci misala baxaq. 128 səhifəlik sənədin cüt səhifələri deməli burada da şəkillə kodlaşdırılır. Yerdə qalan səhifələrdə yerdə bunun tək səhifələri qalır. Bu da mətndən kodlaşdırılıbdır. Yazaq da bunda. Deməli, burada 128 səhifəli sənəd yenə 2 yerə bölünür. 64 tək və 64 cüt səhifə şəklində. Burada deməli, qrafikdə başqa bir şey demir. Düstur Şaguli vurulsun, üfüqi vurulsun, en bərabərdir, həcm bir düsturu. Şaguli üfüqi nöqtələrimiz 512, 256-nı yazırıq. 209 vurulsun, 208 vurulsun, en 256 rəng çalarıdır. Ümumi rənglərimizin sayı 256-dır, o da 208, enin yerində 203 durur. Yəni 8, 203 şəklində yazıram. Vurulsun, bunlar bir səhifədə deyil, 64 cüt səhifədədir. Deməli, bir də yazıraq 206. Bölünsün, həcmi bitdəndir. Bitdən bayta gəlmək üçün 203-ə böləcəksiniz. Bir də bunun miqdarını, burada megabayt da var, kilobayt da var. Rəqəmlər yuxarıda çox olduğuna görə, yəni megabayta gələk, alınmasa kilobaytla eləyəlim. Deməli, yuxarıda ilə 203-lər getdi. 9, 8, 17, 6, 23, aşağıda 20, bunlar dəfəcara gedəndə 203, yəni 8 megabayt. Bunun cavabı elədir 8 megabayt. Keçək digər hissəyə. Yerdə qalan səhifələr də mətndən kodlaşıbsa ümumi həcmimiz baytla bərabər idi. Səhifələrin sayı, sətirlərin sayı, vuraq simvolu Unicode dediyinə görə bir də vuraq 2 yazırıq. Səhifələrin sayını özümüz tapdıq, 64-dür, yəni 206-dır. Sətir, deməli, hər sətir deyirsə 1-dir. Simvol 8190-cı belə yazırıq, 8 vuraq 1024, o da 8-in küsü 3, 1024-ün küsü 10, Unicode deyirsə 2, 2-nin küsü 1 kimi göstərirəm. Bölürük bunu da, ümumi həcmimiz baytlandır. Megabayta gətirmək istəyiriksə, küsü 20-yə bölürük. Yuxarı elədi deməli, küsü 20, aşağı küsü 20, 20-yə böldük. 1 megabayt da bu eləyir. Deməli, 1 megabaytla 8 megabaytı da topladıq. Ümumi cavabımız nə elədi? 9 megabayt. Burada da cavabımız nədir? 9 megabayt. Bu da belə bir multimedia məsələmiz oldu. Əsas formulaları təzədən təkrar burada vermişəm ki, yəni belə baxın, nədən istifadə, yaddaş vahidlərini, mətnli qrafik. Yəni bu bölmədə ən çox qrafik, mətin, yaddaş vahidlərinin keçid qaydalarını bilmək lazımdır. Əlifban, düsturu, audio və video, bir də ki, bayaqdan elədiyimiz multimedia məsələləri. Əsas bunlara diqqət eləmək lazımdır, amma nəzəriyyəni də öyrənmək lazımdır. Diqqətiniz üçün təşəkkür edirəm. Hər birinizə uğurlar arzulayıram. Növbəti videolarımızda, izahlarımızda görüşənədək. Sağ olun.